Mən elə ki məktəbli yaşına çatmışam, birinci parta yoldaşımı satmışam. Sonra özümü etmək üçün tərbiyə yollanmışam birbaşa əskərliyə. Orada da mən komandirin gözüydüm, hər sözümdə, söhbətimdə düzüydüm. Çıxıb aradan yatan xeyli olurdu, kiminki telefona meyli olurdu. Çətini bircə dəfə qulağıma çatdı, o əskərin bütün xidməti batdı. Edirdim komandirə iş verənlik, bu əməlmi saymayın etkirənlik. Bu etdiyim məncə yaxşı cəhətdir, fırlanırdım hərbidə mən ləzzətdir. Elə ki hərbi xidmətim sona çatdı, məndə bu sulqalıq biraz da artdı. Kim ki maşına vurub plyonka pərdə, fırlanırdı hər gecə ağ şəhərdə. Elə ki gəlib həmən məkana çatırdım, hamısını mən yol polisinə satırdım. Kim ki maşına qoyubdu səs siqnalı, həmən gecə korlanırdı əhvalı. Həmən maşını qayıya xəbər vermişəm, öz sənətimə həmişə dəyər vermişəm. Satdığım insanla durub üz-üzə, onları polisə kim eləyibsə məruzə. Mən də onlarla birləşib söymüşəm, bu yaşmaca mən bu cürünə böyümüşəm. Görürdüm əvvəlcədən hər tədbiri, götürürdüm hər söyüşər təhqiri. Yeri gələndə hamıya sən öl vururdum, pulla hər insanın üzünə dururdum. Kesmişəm əllərim qaldı sir kimi, düzəlmişəm marketə kassir kimi. 12 saat mən işlədim, tərlədim, sonra marketin müdürünü şərlədim. Düşünmüyüm bunları edib dayandım, günü 20 manata pürüs aldım. Boş-boşuna bütün şəhəri gəzirdim, Beskraska maşın tapıb əzirdim. Maşın vururdum hər səhər gün orta, nə var pul ayırsın suorta. Bu işə girişdim, pulu az qazandım, xeyir görmədim, sonradan dayandım. Bir dənə variantla girib TikToka, səhifə açıb hamını saldım şoka. Güya ki mən yaxşılıq eləyim deyə, yığmışam hamıdan biraz xeyriyə. Fikirləşməyim bu işi də batırdım, hamıya mən kart hesabı atırdım. Yığılırdı elə ki mənim pullarım, oldu mənim 1150 dollarım. Bir ay sonra bu əməlimlə tutuldum, düzgün olmayıb əməlim ayıldım. İndi anladım ki etmişəm qələt, bu işləri görmürəm et məsləhət. Meyil etməyim belə pis örnəyə, biz satı ilə gətirmişik ərziyə.